Ay, qaqaş, neyinirsən? Nə hərəkətdə Osman? Jumping suqat edirəm ki, ayaqlarım dəmir kimi olsun. Ay, jumping squat eləmirlər. Ay bala, o nədir? Jumping nədir? Bax, yəqin ki, sən bu hərəkət eləmək istəyirsən. Bəli, o hərəkət. Bu hərəkətdir. Bəli. Bunu nəyə görə eləyirsən? Ayaqlarım dəmir kimi olsun. Bəs ayaqlarını bundan dəmir kimi eləyə bilərsən, amma ən vacib ayaq hərəkətlərini gəl sənə göstərəcəm mən. Bax, Osman, gəlirsən, durursan burada, bu vəziyyətdə, başlayırsan ayaqlar yanlara doğru işləməyə. Yəni, sən bunu qabağa da gedə bilərsən bu vəziyyətdə. Bunu işləyirsən bir raund boyunca. 1 dəqiqə amma, bir raund 1 dəqiqədən. İkinci hərəkət işləyə bilərsən. Bax, sol gəldi, sağ gəldi, sol çıxdı, sağ çıxdı. Bunu sürətli şəkildə bu vəziyyətdə işləyə bilərsən. Sonra bunun əksi var. Gəl bu hissəyə, buradan mənə gör. Bax, sağ girdi, sol gəldi, sağ çıxdı, sol çıxdı. Bunu başlayırsan sürətli şəkildə bu vəziyyətdə işləməyə. Sonra sən dördüncü hərəkət. Yandan düz zərbələri vurarkən ayaqlarda necə işləyə bilərik, onu göstərəcəm sənə. Əllər çəniyə qoyursan, bax bu vəziyyət. Gedə-gedə işləyirsən bunu. Aydın oldu Osman? Bəli. Bunları işləyirsən, ayaqların artıq dəmir kimi olur. Hələ ki bu 4 hərəkəti elə, bundan sonra da daha vacib hərəkətləri var. Ayaqlarını öyrəşsin, onları da göstərəcəm. Birini göstər görüm. Aha. Gicdəmə, mən elə şey, sən ikinci hərəkət. Hə. Afərin.